Ömərin, Əbu Bəkirin, Osmanın ardıcıllarından bircə dənə sual soruşuram, cavab versinlər. Sizin bu üç xəlifəniz Həzrəti Peyğəmbərimizin sallallahu aleyhi və səlləm dövründə, zamanında olan o qədər döyüşlərdə, o qədər müharibələrdə hansı kafiri öldürüblər, hansı müşriki öldürüblər? Bir nəfərin o kafirləri ki, bunların əli ilə ölüb, bir müşriki ki, bu üç xəlifənin əli ilə öldürülübdür, onun adını verin bizə. Tarixdən, hədisdən, rəvayətdən, hər yerdən gətirirsiniz, gətirin, səhih sənədlə bizə deyin ki, filan kafiri, filan adda kafiri, filan adda müşriki Əbu Bəkir, Ömər, Osman öldürübdür. Heç olmasa azında üçü əlbir olubdur, üçü bir nəfər kafirdən öldürübdür. Ən azı yaralasınlar, onu bizlərə gətirin. Bizlərə deyin ki, Ömər filan kafiri öldürübdür. Eləyə bilməyəcəklər. Bu sünnilər, vəhabilər, bu Ömərin, Əbu Bəkirin ardıcılları heç vaxt eləyə bilməyəcək. Əgər eləyə bilirlərsə, belə bir ad gətirə bilirlərsə, gətirsinlər. Amma biz necə? Əmir-əl-Möminin Həzrət Əli əleyhissalamın öldürdüyü yüzlərlə kafirin, müşrikin pəhləvanının adını apararıq. Hələ o adi əskərlər heç, adi kafirlər, müşriklər heç Həzrət Əli əleyhissalamın əli ilə qırıldılar. Onlar heç 100-dən çox biz Həzrət Əli əleyhissalamın öldürdüyü o pəhləvanların, müşrik və kafir pəhləvanların adını apararıq sizlərə. Deyin görün bəs, Əbu Bəkir, Ömər, Osman hansını öldürübdür? Allah təbarəkə və təalanın biz əmrinə tabeyik və onun təyin etdiyi rəhbərə, imama biz tabeyik, ondan dərs götürürük. Həzrəti Əmir-əl-Möminin Əli əleyhissalamın Xeybər cərəyanı hələ də yaddan çıxmayıbdır. Peyğəmbərimiz bayrağı verdi Əbu Bəkirə. Getdi Əbu Bəkir Xeybər qalasını heç çatmamışdan məğlub oldu, qorxaqcasına qaçdı. İkinci dəfə Peyğəmbərimiz Ömərin əlinə verdi bayrağı. Ömər getdi Əbu Bəkirdən də pis qorxdu və qaçdı, məğlub oldu, qaçdı, gəldi, orduya girdi. Həzrəti Peyğəmbərimiz buyurdu, sabahları bayrağı elə bir kəsin əlinə verəcəm ki, Xeybər qalasını fəth eləyəcək. O şəxsi həm Allah və onun rəsulu sevir, həm o Allahı və onun rəsulunu sevir. Sübh açıldı, gördülər Həzrəti Əli gəlir. Gördülər Həzrət Əli gəlir, Peyğəmbərimiz bayrağı verdi Əmir-əl-Möminin Əsədullahil qalib, Allahın aslanının əlinə və Həzrət Əli əleyhissalam getdi Xeybəri darmadağın elədi. Xeybəri darmadağın elədi. Hələ də o Xeybərin cərəyanatı Yahudilərin yadından çıxmayıbdı. İndi də Xeybər qalasının o cərəyanatının oduna yanırlar Yahudilər. Biz də Həzrət Əli əleyhissalamdan dərs götürmüşük. Onun ardıcılıyıq və hal-hazırda kafirlərin qarşısına dayanmışıq. Kimdir Fələstini müdafiə edən? Kimdir ki, Yahudilərin başına bombalar salan? Kimdir Yahudilərin başına raketlər salan və Fələstin müsəlmanlarının əvəzini çıxan? Əbu Bəkirin, Ömərin, Osmanın ardıcılları hardadır? Eynən Əbu Bəkir kimi, Ömər kimi, Osman kimi döyüşlərdən qaçırlar. İndi kim haqdır? Kim əfzəldir? Kimin mövlası, xəlifəsi əfzəldir? Kimin mövlası xilafətə layiqlidir? Sizin Öməriniz ki, döyüşlərdən qaçırdı, Ühud müharibəsində qaçırdı dağla üzü yuxarı, yoxsa bizim Əmir-əl-Möminin ki, Ühud müharibəsində Həzrəti Peyğəmbərimizi tək başına müdafiə elədi, onlarla yara götürdü bədəni. Həzrəti Peyğəmbərimiz buyurdu ki, Əliyyün mə'əl haqqı vəl haqqı mə'əli. Əli haqq elədi, haqq da Əli elədi.